Baxın, məktəb qızlarıdır. Axırıncı zəngdir. Ümumiyyətlə məktəbdə, yəni bu gözəl bir geyim, forma, məktəblərin forması demək olar ki, əsrlərlə çox gözəl olub da. Hər illərin öz geyimi olub da. Biraz yaxşı baxın, nəyə görə göstərirəm ha. İndi dizləri görsənir də bu qız uşaqların. Bu dizləri görsənirsə, buna necə ürəyiniz gəlir ki, bu uşaqlara belə pis ad qoyasınız. Yəni bunu ki, adını qoyanlar, o oğlanlar var, kişi danışır. Bax bu qızlara özləri pozurlar. Aldadırlar, pozurlar, sonra gedib bax belə şeyləri yayırlar dünyaya. Bütün deməli hər yana ki, pozğundular, bax belə geyinirlər, mini geyinir, belə elə. Amma sən pozmasan və buna ad qoymasan da, axır sən niyə buna bacı kimi baxmırsan? Niyə bunu məsəl üçün ayrılanda indi bir uşaqlar qucaqlaşırlar, bacı qardaş kimi qucaqlaşırlar. Burada bacı qardaş kimi qucaqlaşanda nə? Burada deməli bilirsiniz o pis gözlə baxmaq, yozmaq, yəni bu nə deməkdir? Yəni mən heyvanam da, mən qızı görüşməklə deməli fikrim ancaq o heyvanla münasibətini göstərməliyəm də. Heyvanla görün. Yəni bu adamlar ki, beləki qızlara aşağılayırsa, pis baxırsa, uşaqlarla qıçı. Heç yanda Avropada hətta belə çox indi olur alt paltarı görsənəndə. Onlar da yəni tənqid edirlər. Avropalılara öz qızlarını deyir da indi bunun nə mənası var? Qara tumuşuyu göstərmək ya ağ. Hə, yəni şəhərdə də indi gəzməklə. İndi onlar səhnədə neynirsə. Onlar da mən orada yaşamışam. Orada da o deyirsiniz, ancaq abır-həyanı müsəlman dünyası, nə danışırsınız? Abır-həya hər yanda var. Bütün xalqlarda, dünya hər yanda var. Siz yozmayın ki, müsəlmanda qadağa, müsəlmanda ümumiyyətlə hər şeyi qadağa qoy, içkini də qadağa qoy ki, heyvanıq, apara bilmirik. İçini dəli olur, amma nəişə çəkinə, narkotik çəkə bilirsən də, o nəişə deyirlər ha, o ərəblər. Bax onu hə, çəkirlər nəsə indi, gelib anası ilə, başçısı ilə sonra da nəysə. Bax belə, yəni bu qız uşaqlarına görün, belə uşaqlara ki, adam öz millətinə belə pis ad qoyursa, şəhərdə çıxır, baxır ona, nə bilim, burası görsəndi də qız uşağı da indi özünü biraz indi hamısı istəyir özünü göstərə oğlanlara. Amma oğlanlara onlar bilirlər ki, türk kişiləri heyvan deyil. Heyvan deyil. Ona görə qız uşaqlarımız rahatca biraz açıq-saçıq indi geyinirlər, biabırçı yox da, indi açıq, indi qız da istəyir göstərir. Amma sən alçaq, evdə uşağı qoymursan deyə geymək çıxırsan, qonşuya baxırsan, özü də qonşunu aşağılayırsan ki, bir qeyrətdirlər, nə bilim, ondandır, bundandır. Sizi gərək, bilirsiniz, o arvada həsrət qalasınız. Sonra bir dənə o 100 illik bir qadını gətirərlər 100 yaşında. Gör o qadına nə edərsən. Həsrət qalarsan illərlə, onda bilərsən ki, qadına pis demək olmaz. Aşağılama olmaz. Qadın pis olur kişinin fikirlərindən, o heyvan düşüncəsindən pis qadınlar əmələ gəlir. Hara qadın gedir, gözəl görsənirsə tuturlar onu, istəyirlər. Bir vaxt Sovetskidə o keçmişdə o hamballar gəlmişdilər, o İrandan hamballar gəlmişdi və qondarma farslar ki, Məşədi İbadda da göstərir o hambalları 20 qəpiyin davasını. O türklər deyirlər, o hamballar Azərbaycanda və atın, tollanı təmizləyənlər ermənilərlə farslar olublar da, qondarma fars Bakı şəhərində. Və ruslar, bu xalqlar bütün ən aşağı işləri onlar baxırdılar. İndi gəlib razı olub işləyir. O hambalsa bugün bizim qızları zorlayır. Hamballar İranda.
zorlayıb edam edirlər. Və beləlikə bu qızlara belə pis baxmaq, ad qoymaq, bax onlardan gəlir. Sovetskidə qızla oğlan gedəndə tutub qızın əlindən alardılar oğlanı. 60-cı illərdən danışıram, özüm görmüşəm o Sovetskidə. Mən İrəvanlı, Bakıda, İrəvanda yaşayırdım. O davalarla da, dava işində o məktəb, bu məktəb, İrəvan məktəbi, Bakı məktəbi. Orada bax belə həyatımda, yəni Bakıda da yaşayırdım, görürdüm də nələr baş verir. Sovetskinin özündə, Verxi Naqornda olurdum. Tofiq var idi, onların evində qalırdım hərdən. Anası deyirdi, bizlə qal. Nəysə, sinif yoldaşım idi. Əgər yadlarına düşər, anası da şikəst idi. Bax bu, onda Sovetskiyə girmək olmurdu. Bax bu alçaq, bu hamballar gəlib Bakıda yaşayıb, bizim qızlara pis baxardılar, qızları oğrayardılar. Bax belə, Sovetskidə. İndi baxın, buna yaxşı baxın. Gəlinlə bəydir də, yəni gənc ailədirlər, gənc ailə xanımıdır, ər həyat yoldaşı da xanımla bəydir. Ər arvad yemək yeyirlər. Xanım döşünü məmə verir də, indi hamımız məmə yemişik də, süd verir. Həyat yoldaşı da bəy. Ki deyirsiniz, belə kişi olar, görün, qaşığı götürüb yeməyə qoyur öz həyat yoldaşının ağzına. Yəni bu insanlığın nə dərəcədə qadına, xanımına hörmətdir. Qaşıqla yemək yedizdirir deməli öz arvadına da, yoldaşına. Yoldaşı da görürsün məmə verir də. Məmə verir də, uşağa məmə yeyir də. Ləzzət, nə gözəl. Özdə ya, dünyanın ən gözəl görüntüsü. Dünyanın ən gözəl görüntüsü, ancaq indi bax bu var ha, sinə döyürlər ha. İndi bax onlara qoydular, tutub bunları öldürərlər. Özü də qız da şortikdədir. Şortikdə bir alçaqlar var, deyir, baldır görsəndi. Utanmırsan, hə? Utanmırsan, axır bacın millətindir, bacındır. Şortik geyib, indi burada ağ baldırdır, buddur görsənir. Nədir? Heyvansan, itsən, yoxdur, meymunsan, itsən. Belə, ay kişi, bax bu ailə, görün nə qədər xoşbəxtdir. Şortikdə oturubdu, yəni bunu bir qoyub da ekrana yox ki, bir qeyrət. İndi demirəm, heç kəs indi kim arvadını indi belə şəkildə qoyar. Amma bu özündə cəsarət tapıb qoyub. Yəni mən belə insanlara cəsarətli kişi də heç kəs indi arvadını indi qoyamaz. Hər an baxma dinən indi nə mən qoyaram, nə sən qoyarsan. Bu göstərir ki, yəni pis baxmaq olmaz da, bir qeyrətlər. Biz niyə pis baxaq? Əgər mən arvadımınkini qoymuram, sən qoymusan arvadını indi şortikdə gəzsin, ayağı görsənsin, şortikdir də geyib də, burada nə var? Deməli, şortik geyinənə pis baxmalısan. Bax bu qoyur ki, yəni ayıbdır, xanımındır. O Məhəmməd Əli, deməli Məhəmməd Əliyə sual verirlər. Məhəmməd Əli, Cassius Clay. Cassius Clay 60-cı illərdə Vyetnama getmir, türməyə basırlar. Bu gəlir, aksiyordur da, gəlir müsəlmançılığı qəbul edir və olur Məhəmməd Əli. Məhəmməd Əlini deməli danışdırırlar. Deyirlər ki, sən niyə müsəlmanı qəbul edirsən? Sonra invalid oldu da, o adam ki öz dinini satırsa, hər bir, hansı ki dini dəyişib akademiklər, Jean Cousteau'dur, məsəl üçün də bilirsiniz kimdir, nə bilim, kosmonavtlarıdır, idmançılarıdır, nə bilim, Ronaldo'dur.
Çox pis günə düşürlər. Olmaz. Sən xristian dünyasında böyüyübsən, çörəyini yeyibsən, birdən bir də şey. Məhəmməd Əli deyir ki, mən əlbəttə müsəlmançılığı sevirəm. Nəyə görə arvadımın deyir, arvadımı niyə görmədilər? Üzünü, nə bilim, qolunu, nə bilim, qışlarını niyə görmədilər? O adam etiraf edir ki, yəni biz heyvanıq. Mənim xalqım heyvandır. Mənim arvadım birdən çıxsa, Məhəmməd Əli deyir ha. Arvadım çıxsa, hələ öləndən qabaq deyilmiş. Birdən arvadımın ayağını gördülər, açıq, qardaş, buradan da dizlərini belə indi görsələr, bir qeyrətli olur. Mən deməli kişi deyiləm. Sən kişi, əgər sənin millətin alçaq, bir qeyrətdə ki, sənin arvadıya pis baxırsa, deməli sizdə problem var, arvadda yox. Arvadıya kim niyə baxmalıdır? Niyə qorxursan? Onda niyə evlənirsən? Niyə arvad alırsınız? Almayın da qorxursunuz. Əgər arvadın düz adamdırsa, belə də deysə ona heç kəs baxa da bilməz. Və baxmaq da insan gözü baxır da. Özü gedib Məhəmməd Əli, başqa qızlara baxır ayaqlarına. Arvadıma olmaz baxır. Ay kişi, kimə gəlirsən? Kimə nə öyrədirsən? Küçük görsən də qoy. Probleman yoxdur. Yer qaz, ağac ək. Get başqa işlə məşğul ol. Qızın niyə bütün günü arvadın dalını niyə güdürsən? Arvadımı küçədə gördülər. Arvadımın üzünə baxdılar. Bu arvad probleması eləmə. Məhəmməd Əlini tutub türmədə saxlamalıydılar. Çıxanda 90 yaşında arvadı gətirib atmalıydılar üstünə. Görün nə edəcək. Bildiniz? Onda ağlıyız başınıza gələn. Arvadımın üzünü görməsinlər, kıçını görməsinlər. Bu nə qədər bir qeyrət adamlardılar. Kimdir kıçını göstərən?